Aziz qardaşımız şəhid oldu. Allah o dünyasını göstərsin. Allah ona rəhmət eləsin. O bizim qəhrəmanımızdır. Bütün şəhidlər bizim qəhrəmanımızdır. Aprel şəhidləri həqiqi bizim qəhrəmanımızdır. Azərbaycan xalqının əsli qəhrəmanları olurlar. Allah o cümlədən aziz qardaşımıza rəhmət eləsin. Allah sizə dəyməsin. Onların o gün Allah inşallah bizə qismət edir. Onların qısasını alarıq. Onların ruhu daha da şad olur. Mən baş ayrılım. Şəhidlərimizin hamısının qarşısında, aziz qardaşımızın qarşısında, sizin qarşınızda, ələklər qarşısında belə baş ayrılım ki, elə övlad. Allah onun canını sağ olasın. Dincələrəm ki, Qarabağ alınsın, onu da dincələcəm. İnşallah. Bunların qısasını almayınca biz dayanmalıyıq. Biz başımıza yayılıq olsun, gəlsin böyrümüzdə dayana bilmərik. Ələkbəri sən qınama. Mən onun üçün başımda qınama sən Allah. Bu gedirsə, o geçsin. Sən bunu qınamayırsan, deyilmə, sən buran elə. Hər yerdə sözü, söhbəti, nə deyim, el tanıyır mənim uşağım. Çünki onu Allah qala qoymazdı qala o insan. Çünki o qədər özünə hörmət görüb qazanmışdı ki, o qədər özün başını uca tutmuşdu ki, mən ondan fəxr edirəm. İndi mən fəxrim yoxdur, həyatım sönür. Çünki mənim duran dayağım o idi. Ağlama yaşda. Əlbəttə dayağımız odur. Dayağım birisi, böyrəyim biri yoxdur, dayağım o idi. Yox, elə. Çünki dayağım sınıb işi, Əşrəf, mümkün deyil dayaqsa durmaq. Yavaş yola dedim.
səndən fəxr eləmişdim. Kişi kimi fəxr eləmişdim. Deyirdim Allah. Balam arxamdadır. Yenə də fəxr eləmək. Fəxr eləyirdim səndən. Amma dayağımı belə sındı. Ay balam, ay balam. Həyatda bir işlə parmadım. Hələ bir, mən qardaş. Burada sizə, ailəmizə, sənə. Allah köməyin olsun Əşrəf. Allah ruhuna da rəhmət eləsin. Sağ ol. Bu tək sənin balan deyil. Bəli.